Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verişi efirdədir. Həmişəki kimi mən üçün Sultanlı hər birinizi salamlayıram. Bu gün də növbəti qonağımız var. Artıq ikinci dəfədir bizdə qonaq olur. İlkin Abbasov, Turan Tovuz Futbol Klubunun mətbuat və media departamentinin əməkdaşı. İlkin, yenidən xoş gəlmisən. Xoş gördük. Tamaşaçılara salamlayıram. Çox maraqlı bir situasiyada bizə qonaq olmusan. Artıq 8-də 1 final oyunları başa çatdı. Dünya çempionatında 8 komanda qaldı və ayın 11-i, 10-u, 11-i yarı final oyunları, 4-də 1 final oyunları keçiriləcək. Ayın 12-si kimi davam edəcək, səhv etmirəmsə. 12-si də olacaq, 12-si də olacaq. Beləliklə, dünənki oyunlardan başlayaq. Argentina çətinliklə Misirə 3-2 hesabı ilə qalib gəldi. Hesab 2-0 idi və bir çoxları artıq düşünürdü ki, Misir Argentinaya qalib gəlir və Lionel Messi'nin komandası mundialdan kənarda qalacaq. Amma elə Messi'nin özü bir hərəkat deyək də, buna hərəkata başçılıq elədi və bir gol, bir ötürmə ilə komandasına qələbə qazandıraraq adını dünyanın ən yaxşı 8 komandası sırasına yazdırdı. Komandasını. Belə deyim, Messi haqqında onsuz dünən deyilənlərin əksəriyyət deyilib, yəni yeni bir şey deyəsiz deyilik. İndiyənə kimi, nəinki dünən ümumiyyətlə deyilib də. Yəni Messi necə futbolçu olduğunu bəllidir. Dünənki oyunda bəli əsas bir rol idi meydançada, amma mən oyunun əsas memarı Argentinanın qələbəsini Messi yox, Scaloni hesab edirəm. Niyə? Misir harasa 70-ci dəqiqəyə qarşı. Düzdür, belə deyim də. Scaloni'nin meydanda əvəz edilməz figuru Messi'dir. Bütün oyun Messi'nin ətrafında qurulur. Amma oyunu Scaloni qurur Messi'nin ətrafında. Öz başına olmur. Yəni Messi kimi Argentina idmanının baş məşqçisi olur, Scaloni kimi də. Bu vahid komanda, bu ailə mühiti və Messi'nin ətrafında bu qədər komandanın oynaması və oyunun qurulması olmayıb indiyənə kimi. Bunu ilk dəfə Scaloni bacardı və gələndən də qatdığı bütün böyük turnirlərə titulu qazanıbdı Scaloni, Lionel Messi ilə birgə. Dünənki oyuna konkret gəldikdə Misir sırf Messi'yə qarşı çox yaxşı hazırlaşmışdı. Bilirdi ki, əsas təhlükə ondan gələcəkdi, ondan gözləyirdilər. 3 futbolçu top Messi'yə gələn kimi onun qarşısını kəsirdi və Messi driblingdə onları alıb keçənmədi. Bəlli məsələdə 39 yaşı var, nə qədər desəydi, qabaqçı Messi deyil. Artıq 3 nəfər alıb keçə bilmir. 2 nəfər daim yanında olurdu, 1 nəfər də topuna yanında qoşulurdu onlara. Belə olan situasiyada çox təəssüf ki, Lautaro Martinez kimi düz oyunda yox idi, sonradan girdi. McAllister kimi, Enzo Fernandez kimi, Julian Alvarez kimi isimlər olan insanlar bundan istifadə etmədilər ki. Bir halda ki, sənin bir futbolçu şəbək kəsirsə, deməli, onlar harasa boşluq buraxırlar. Lakin təəssüf ki, digər futbolçular bundan istifadə edə bilmədilər. Scaloni isə bundan çıxış yolunu tapdı, necə tapdı? Messi'nin karyerasının başladığı mövqedə, Messi belə deyək, hücumun arxasından oynayır artıq 5-6 idi. Bu dəfə doğma mövqeyinə, belə sağ winger mövqeyinə qaytardı və Messi hücumları oradan qurmağa başladı. Belə olan halda təbii ki, sən cinaha 3 dənə futbolçu ayıra bilməzsən bir dənə futbolçunu saxlamaq üçün. Boşluqlar dəfələrlə arayacaqdı və Misir bura cəmi 2 futbolçu ayıra bildi Messi'yə qarşı. 2 futbolçunu allatmaq 39 yaşlı Messi üçün belə alıb keçmək driblingə 2 vur 2-dir, belə deyək. Və bunun effektini gördü, arada təhlükələr gəldi. Lautaro Martinez'in epizodu var idi, hansı ki vuranmadı Messi'nin ötürməsindən sonra. Messi'nin cinah ötürməsindən vurduğu Romero ötürməsi və burada ən əsas məsələ o ikinci qol məsələsidir. Bax, diqqət edir. Messi cinahı çəkilməyənə kimi dəfələrdən cərimə meydançası daxilində Misirin elə epizodlar yaranırdı. Lakin Messi bloklanır və top ona gəlmirdi. Amma bax, bu epizodda ilk dəfə yarandı, Messi meydana girə bildi və nəzərdən qaçırdılar, zərbəsini indirdi, qol oldu. Bunun da səbəbləri yenə bayaq qeyd etdiyim idi. Scaloni böyük bravo düşür. Ümumiyyətlə, mən düşünürəm ki, bu baş məşqçi çox az dəyərləndirilir və mən ümid edirəm ki, Scaloni'nin dünya çempionatı nəslərdən asılı olmayaraq Argentina sonuncu mövsümüdür. Çünki mənə elə gəlir ki, bu adamın artıq böyük Avropa klublarına işləmək vaxtı çatıbdır. Keçən dünya çempionatı, həm bu dünya çempionatında Argentina yığmaz, hər oyunda başqa cürdür. Heyətdə dəyişiklik edir, detallarda dəyişikliklər olur, oyun tərzdə dəyişikliklər olur. Məsəl üçün, bu oyun inadkarlığını özünü göstərdi. 2-2-yə kimi, 2-0-dan kimi, komanda 11 nəfər hücuma çıxırdı. Hətta Misirin bir neçə təhlükəli episod oldu. 1-0-da onun hesabına 2-2-ni soxuldu, 2-0 etdilər. Amma 2-2-dən sonra bir gözlənlərdir ki, geri çəkəcək komanda. Müdafiədən biraz oynayacaq qismən, amma yenə də 11 nəfər hücuma çıxırdılar. Adam hər oyunda eksperiment aparır, elastikli məşqçidir, oyunun gedişatını onu dəyişə bilir. Belə bir baş məşqçi mən düşünürəm. Messi haqqında çox danışılır, ona görə Scaloni'dən danışıram. Belə bir baş məşqçi mən ümid edirəm ki, bu mövsümdə olmasa növbəti mövsümün sonu
Avropanın böyük bir klublarına görə biləcəyik. Penaltini vura bilmədi yenə. Deyəsən ikinci penaltisi vura bilmədi. Bu turnirdə 2-ci ümumi 4-cü dünya çempionatı. Bəli. Vurmasın. Və mən bir statistika çıxdı qabağıma. Demək, McAllister, Lautaro Martinez, bir də bir futbolçu. Julian Alvarez səhv eləmirəmsə. Alvarez. İndi dəqiq rəqəmlər yadımdan çıxıb. Bunların karyeralarında qaçırdığı penalti sayı 1-dir. Və səhv eləmirəmsə Alvarez-də 16, 17-də 16-dır, McAllister-də 12-də 11-dir. Bayaq dedim, o birisi futbolçuda da 11-də 10-dur. Və artıq Messi biraz kənara çəkilə bilər. Yəni bir müddət Çəkilə bilər yox, çəkilməlidir. Penalti epizodlarını qardaş vurma da. Sən hər şey yaxşı bacarırsan. İndi Allah deyib belə deyək. Allah Təala deyib sənə bütün istedadları vermişəm. Bir dənə penaltini verməyim, çox olar da yoxsa. Penalti vura bilməsən. Bacarmısan da. Həqiqətən orada komanda yoldaşları da onu deməlidir. Nə bilim, bəlkə özü heç bir o məsuliyyət üzərinə götürmək istəmirmi deyən bu vurur ola bilər elə epizodlara. Çünki dəfələrlə Messi'nin kiməsə penalti verdiyini bilmişik, onun penalti vurmaq kimi bir hədəfi və məqsədi yoxdur. Amma artıq qapçılar Messi'nin penaltisini ala biləcəyini böyük ehtimal tuturlar. Həmişə özündən sağda küncə, aşağı küncə 90% alırlar ora zərbə endir və qapçılar topları çıxardılar, əvvəldən hazır olurlar. Ona görə düşünürəm ki, Julian Alvarez kimi bir futbolçu və yaxud Lautaro Martinez kimi bir futbolçu, hansı keçən oyun yarıdan döndü, penaltisindən qol vurdu. Meydandadırsa Messi bu yükü də onlar ötürə bilərdi. Yadıma gəlir, Halderson da penaltisini çıxartmışdı. O da sonra Qarabağa gəldi. Ümumiyyətlə çox olubdu Messi'nin vacib məqamlara penaltisini qaçırdı. Ben keçən dünya çempionatında yalnız Polşa önünə qaçırmışdı. Yəni qaçırmadı vacib penaltilər, amma əksər vaxtı qaçırır. Misrə qarşı haqsızlıq oldu mu? Çünki bütün dünya mediası, Türkiyə mediası, Azərbaycan mediası, sosial şəbəkələr bu məsələdən danışır. Məhəmməd Salahın ayağının taplandığı epizod var. Tək dönənki Misir oynayır. 2 dənə də cərimə meydançasında epizod var. Tək o ikisi də eyni məqamda olmuşdu, eyni epizodda olmuşdu əslində o 2 epizod. Məsələn tək o epizod deməyim, konspiroloji bir ideya var, bilmirəm niyə bütün dünyanı əhatə edib. Messi qalıb gəlində, Argentina qalıb gəlində FIFA kömək edir onlara. Çox absurddur. Tutaq ki, Argentina milli komandanın Real Madrid'idir, yəqin ki, belə. Yox da elə deyil. Belə deyim də. Çünki Real Madrid də elə deyil, ona görə deyirəm. Yəni Argentina kimi yəni Real Madrid haqqında müzakirələr aparmaq olar, amma mən nəyə gəlirəm? Mən həmişə hansısa bir son artıq 4 ildən çoxdur, 5 ilə yaxındır. Hansısa mübahisəli hakim qərar olursa, özümə əziyyət verirəm. Mən söhbət qlobal futbolda. Amma birinci turda Girirəm arxiva var ha. Arxiva var, bütün oyunları detallı şəkildə izah edir. Oturub baxıram, oxuyuram, heç nə mübahisə edib vaxtımı itirmirəm. Bu cərimə zərbəsi deyil. Çünki tam detallı izah edirlər orada. Məsələn, qadirəm 2022-ci ilə. Deyirlər ki, nəsə FIFA-ya Messi kuboka deyildi. Çox maraqlıdır. Məsələn, Hollandiya oyununda, Hollandiya 2 oyununda son dəqiqədə o 2 olduğu epizodda hansı cərimə zərbəsini olan iki elədi. Həmin o cərimə zərbəsi epizodunda birinci Verxes Paradesə qarşı qaydanı pozmuşdu. Sonra Argentina futbolçusu pozdu. Amma Laos Argentina qapısına ştraf verdi. Və yaxud xatırlayarsan, finalda Fransanın oyununda Fransanın 3-cü penaltisindən vurduğu epizod. Mbappe'nin qapı zərbəsindən qabaq Upamecano əli ilə oynayıb topu Mbappe'yə göndərmişdi. Mbappe'nin ayaq zərbəsini tutub Montiel'in əlinə dəydi, penalti zərbəsi təyin oldu. Yəni işte əgər FIFA Messi'nin qabağa çəkirsə, bu kimi epizodlarda niyə hakimlər səhv qərar verirlər Argentinaya? Bu bir. İkinci bu dünya çempionatı gəlir, mənim cəzalədən epizod. İşte tamaşaçılarla görmək istəsə, o şəkilləri göndərərəm, göstərərsən. Oxşar 9 epizod olub bu dünya çempionatında. Onun cəmi ikisində qırmızı kart göstərilib, biri də ləğv olundu, bilirik də Avşin futbolçusu. Yəni belə görsə 8-9 epizodda birində qırmızı kart verilibdi. Digərlərində ya kart verilib, ya amma Balagonla Messi epizodu eyni epizod deyil daxil. Yəni oxşar epizodlardı. Oxşar epizodlardı. Sadəcə orada Messi üzr istədi deyə bəlkə o qırmızısını vermədilər. Mən dərhal ayağını çəkib belə üzr istədi. İndi bəzən orada bir məsələ var ki, hakimliklə bağlı. İndi bir Hakimlər Komitəsinin sədri ilə də dəfələrlə bu məsələ müzakirə etmişik. FIFA və UEFA deyir ki, hakimin inisiatifinə buraxırıq. Yəni həmin epizodda bəli qırmızı epizod
ola bilər. Sadəcə oyunun təzə başlandığını nəzərə ala, oyunun sürətini nəzərə alıb, futbolçunun niyyətini nəzərə alıb və səhvin başa düşməyi nəzərə alıb hakim sarı və yaxud da qırmızı verə bilər. Yəni qeyd etdiyim kimi 7 epizodda, digər 7 epizodda qırmızı kart verilməyib və əksəriyyətlə ümumiyyətlə kart verilməyibdi. Yəni Messi kimi. Sadəcə Messi'dir deyən daha çox müzakirə olunur. Cristiano Ronaldo Dennis'in etsəydi yenə müzakirə olacaqdı. Cristiano Ronaldo niyə qırmızı verilmədi? Mən şey gördüm, bir video gördüm. Anthony Taylor İspanya, Portuqaliya oyununu sən demək 2-ci dəfə mundiallarda idarə edilmiş. İkisində də penalti verməyib. Birində bu Ronaldo yerdə qaldığı epizodda, hansı ki o epizodu penalti hesab eləmək olardı. Çünki səhv eləmirəmsə qolu ilə ağzının üstünə vurur və Ronaldo özün yerə atır. Bəlkə də indi onu özün yerə attığına görə simulyasiya kimi qəbul etdilər. Amma yəni ki İngiltərə mediası olsun, Fransa mediası olsun, bunları belə yəni sosial şəbəkə olsun müzakirə edirlər ki bu penaltidir. Amma bəzən olur da hakimlər nəyəsə göz yumurlar. Misir yaxşı mübarizə apardı. Salah gəlir o epizoda bir dənə, yaxşı 2 epizoda. Birinci epizod sən Misirin ləğv olunan qolunda. Bəli. Top Lisandro Martinez'dədir. Yenə tipdən mesaj gəlib. Lisandro Martinez'in ayağına yaxırlar, epizoda da görsənir. Topa sahib olan futbolçuya qarşı Jobu Doyundu gol təxirə salmalıdır, bəllidir. İkinci də Salah epizodu gəldi. Topu Salah Lisandro Martinez'dən alıb artıq, Salah topa nəzarət eləmir və ikili mübarizədə ayaqlar toqquşur bir-birinə. Yəni arxivovara girib baxsaz, kim arxivovarı tanıyırsa, şükür Allah Google Translate da var. Yəni Google Translate ya istənilən süni intellekt proqramını tuluyub tərcüməsi ala bilərsiniz. Ümumiyyətlə bu tip mübahisələr Braziliya Norveç oyununda da eyni, məncə eyni epizod idi. Braziliya Norveç oyunundakı penalti verilən, bəli. Çünki orada da yerdə qalan oyuncu yadımdan çıxdı. Topu özündən çox kənara atmışdı. Sonra Norveçin futbolçusunun getdi, ayağı dəydi şeyə. Burada Salahda da eyni, aşağı-yuxarı eyni epizod idi. Orada hətta məncə penalti verilməməlidir. Çünki biz həmkarlarımızın biri ilə müzakirə edirdik. Hücum başlayanda Norveçin futbolçusuna qarşı qayda pozuntusu var idi. Razıyam sən. Razıyam sən. Penalti deyildi orada. Penalti deyildi məncə. Çünki penaltinin başlanğıc nöqtəsi, hücumun başlanğıc nöqtəsinə baxsaydılar, bütövlükdə baxsaydılar, bizim futbolçularına daha çox etiraz etdiyi məqam bunlardır. Sanki ancaq Avropada, yəni bu Avropa hakimləri də belə deyək də, UEFA hakimləri bu məsələlərə xüsusi nəzər yetirirlər. VAR-la bağlı məsələlərə, hücumun başlanğıc nöqtəsinə baxırlar. Bizdə də Azərbaycan Premyer Liqasında buna çox, yəni ən çox da olsun Rəşad Sadıqov, olsun Qurbanberdiyev, yəni o məsələlərə Qurban özü belə o məsələlərə etiraz edir ki, hücumun başlandığı nöqtəyə baxmırlar, elə ancaq finişə baxırlar, sonuna baxırlar deyə hakimlər bəzən səhv qərarlar verirlər. Ümumiyyətlə bir məsələyə VAR məsələsini qeyd edeyim. Belə deyim də, ümumiyyətlə Braziliyanın penaltisi və yaxud dönənci penalti, verilməyən penalti, bu ənənə halıdır. Komandalar klub futbolunda da, yığma futbolunda da hakimlərin böyük komandalara simpatiya var, təbii ki var. Bu atılan müəyyən məqamlarda ikili qərar verə biləcək epizodlarda hakimlər etiraf edək ki, Paragvay-Türkiyə oyununda, yəni ki, bu hakim Somalidən idi, Haitidən idi, yadımdan çıxdı. O hakim bütövlükdə Türkiyə simpatiya edirdi. Paragvay baltalayırdı. Paragvay baltalayırdı. Yəni bizim tərəfdən reallıq o fakt elədir. Bütövlükdə hər şey oldu da. Hətta yan xat hakimləri, nə bilim, 4-cü hakim, 5-ci hakim Türkiyənin bir qol vurması üçün. Yəni bilmirəm, ABŞ-dan siqnal Trump zəng edib demişdi ki, o Türkiyəni keçirə bilmədilər. Amma yəni ki, Modric'dən Bellingham gəlir hakimdən belə danışır, onlara qırmızı vermirlər. Orada etiraz da var idi. Türkiyədə Mert Müdür sırası. Əslində bir oyuna da etiraz olmuşdu. Xatırlamıram hansı oyun, orada vermədilər qırmızı kartı. Səhv eləmirəmsə Bellingham yox, o bir epizod idi. Modric idi, hakimin düz yanında danışdı. Etiraz eləmirdi, nəsə söhbət edirdi. Futbolçular öz aralarında, əslində hakimlər onu görsə, öz aralarında danışanda belə komanda yoldaşında qayda belədir ki, gəlib qırmızı vərəq verirlərdi. İndi mən bunu Zaharla verişlərin lap təzə başlayanda deyirdim ki, bu problem olacaq da psixoloji və bir çoxları da deyəcəklər ki, ədalətsizlik. Məncə hakimlər sırf bu məsələlərə göz yumurlar ki, çünki mən onu etik norma kimi edirəm. Bəzi futbolçular düşünür ki, danışanda ağzını tüpürcəyə düşə bilər, nə bilim ağzına etik normadan başqa, bax komanda yoldaşından hansısa bir plan qurmağa hazırlarsan. Bəlkə rəqib komandanın hakimi dodaqdan oxuyan bir ekspert gətirib özü ilə.
Və şey məsələsində elə dodaqdan oxumaqda dedin. Neymarın şeylə Norveçin qapıçısı ilə müzakirəsini də dodaqdan oxuyublar. Orada axırda sən demə bir çoxları düşündü ki, Neymar tirpaşdıq edir, yekəxanalıq edir, nəsə belə bir şey. Amma əslində elə deyilmiş. O Norveçin qapıçısı bunu qıcıqlandırıb ki, şeydir, onsuz vura bilməyəcəksən. O Neymar da deyib ki, hansı tərəfə vurum? O da deyib ki, sən onsuz vura bilməyəcəksən. Sonra qolu vurandan sonra Neymar deyib ki, yəni ağıllı ol, mən sənin bildiyin futbolçulardan deyirəm. Belə bir söhbət olub, indi dodaqdan oxuyublar Braziliyalı ekspertlər. Bu faktdır, ona görə mən düşünürəm bu əlini ağız tutmaq. Ümumiyyətlə bir sənədə də əksər futbolçular da buna hazır deyirlər ümumiyyətlə. Bəli, hazır deyirlər. Bu birdən-birə dünya çempionatında illərin çoxsu yaxşıdır, amma bu yenilik biraz Kolumbiya İsveçrə oyunu bu oyunda maraqlı. Düz bəziləri deyir, şərhçinin özü belə deyir ki, sıxıcı oyundur. Amma mən sıxıcı oyun görmədim. Belə deyək də, iki maraqlı baş məşqçinin taktika baxımından duelini izlədik. Amma Hakan Yakın deyirəm. Murad Yakın qardaşlar onsuz. Murad Yakın dünənki verilişdə demişdim, həm notebook məşqçilərilə hesab olunur, həm də ki meydan məşqçilərindən, futbolun içindən gələnlər ikisinin bir yerdə sintezini yaradıb və Avropanın çox yaxşı məşqçilərindən biri olacaq. Mən düşünürəm ki, əgər İsveçrə millisi onu buraxmasa, Murad Yakın ümumiyyətlə karyerasını çox yaxşı başlamış, sonra bir Spartak səhv oldu, ondan sonra karyerası enişə getdi. Ümumiyyətlə Rusiya belə deyək də, o Avropada böyümüş, Avropa mədəniyyətinin içində olmuş məşqçilər, tipik Avropalılar gəlib Rusiyada yaxşı uğur əldə edə bilər. Cəm 2 nəfər oldu. Advokat idin. Bəli, vəssalam. Rusiya millisi ilə, yox, ümumiyyətlə Rusiyanın özündə də, millisi ilə də nə qədər elədilər, alınmadı. Yəni Rusiya elə Qurban Berdiyev kimi, Qurban Qurbanov kimi, biraz Rəşad Sadıqov kimi. Belə deyim də, keçmiş SNG məkanında. Bəli, o tipdə məşqçilər lazımdır ki, biraz qışqırsın, assın, psixologiya, mentalitet bilənməsin. Mentaliteti tətbiq eləsin. Və düşündüyüm kimi də oldu. Hesab 0-0. Dünənki verilişdə demişdim ki, 0-0 olub penaltilərə gedə bilər. Elə də oldu. Çünki burada belə deyək, Kolumbiya millisinin müdafiəçiləri çoxlu səhvlər elədilər. İsveçrə hücumçularda yarana bilmədilər. Yarana bilsəydilər bəzi epizodlarda, bəlkə də ora getməyəcəkdi. Məncə Kolumbiyada hətta bəzi epizod daha təhlükəli olduğu epizodlar oldu. Çox təhlükəli olduğu epizodlar da var idi. Bir balaca da məsələ burasındadır ki, Kolumbiya millisində biraz yaşlı futbolçular çox idi. Cavanlar biraz oynasaydı, bəlkə də Davinson Sanchez yaşlıdır, James Rodriguez yaşlıdır, Luis Diaz'dan olmazdı. Belə oyun... Luis Diaz və Luis Suarez kilisindən asılı komandadır, hücumçular, Luis Suarez sportu. Oyun əslində qalsa gözlənilən tərzə getdi, həqiqətən. Mənim fikrimcə, dünya çempionatının psixoloji cəhətdən ən güclü iki komandası qarşılaşırdı. Bəli. Yəni, bu iki komanda qrup mərhələsində də, bundan qabaqki 16-da bir mərhələdə özlərini kifayət qədər psixoloji olaraq möhkəm, oyundan qopuyan, konsentrasiyanı itirməyən və oyunun əvvəlindən axırına kimi məşqçilərin tapşırıqlarını nizam-intizamla yerinə yetirən komandalardılar. Belə komandalar çox təhlükəli olurlar və belə ikilinin qarşılaşması. Mən bir məqama toxunmaq istəyirəm, oyundan qabaq da fikirləşirdim bunu. Kolumbiya finala kimi gedə bilərdi, İsveçrə finala kimi gedə bilər. Bilmək olmaz bunu, çünki həqiqətən bu dünya çempionatı ümumiyyətcə göstərir ki... İsveçrənin şansı çoxdur, yəni Argentina o oyunu oynamır, açılır. Müdafiədə boşluqlar var. Çox boşluqlar var, yəni sən Capo Verde və işte gələk Misir kimi komandalara, bəlkə də onlar Afrikalıdırlar, biraz daha dözümlüdür. Daha dözümlüdür, hər istiliyə, rütubətə alışıblar. Bu İsveçrə intizamı ilə məğlub edə bilər Argentinanı. Məncə də məğlub edə bilər. Amma İngiltərə, mən düşünürəm ki, bu cinahdan, bu tərəfdən İngiltərə favoritdir finala çıxmaq üçün. Rahat onu demək olmur. Mənim bir dənə favoritim var konkret, bu İspaniya-Belçika oyunu İspaniyadır. Belçikanın Rusiyanın qələbəsi bir atımlıq barıt idi deyə düşünürəm. Çox yaşlı heyətləri var, bir dənə cavan futbolçu da var və Rudi Garcia faktoru var orada. Amma yenə də mən düşünürəm ki, İspanlar, amma digər üstünlüklər çox ağır üstünlüklərdir. İngiltərə-Norveç oyunu, mən düzüm deyib, dünya çempionatının finalı istərdim ki, İngiltərə-Norveç olsun. Niyə? Mənə görə bu dünya çempionluğunu ən çox haqq edən futbolçular Harry Kane və Erling Haalanddır. Həm sadəliklərlə, həm konkret məşqçilərin verdiyi tapşırıqlarını başlarına aşağı salıb yerinə yetirirlər və
Erling Haalandın ümumiyyətlə oyuna baxanını istəyirsən ki, adam sadəcə olaraq prosesdən zövq alır. Davranışı, meyilindəki hərəkətləri, qol uyumluğu və Harry Kane və Erling Haaland duelini izləyəcək. Mənə görə Harry Kane-dəki ümumiyyətlə futbol tarixinin ən universal hücumçusudur. O da haqq edir bu titulu deyə düşünürəm. Məncə hamıdan çox haqq edir. Orada favorit mənim də İngiltərədir. Ümumiyyətlə yarım qrupu da İngiltərədir. Bu birisi yarım qrupda çox çətindir demək orada. 3 komandanın üstə finala çıxa bilərlər. Özdə bilsən bu Fransanın artıq oyununu hər kəs öyrəşibdir, necə oynamaq lazımdır. Paragvayın da oyununu gördük. Oliseni bağlayırsan, nə qədər Mbappé Dembele desək də, müdafiə sıxona da Oliseni də dayaq müdafiəsi bağlayırsa, Fransa kreativlə çox şey itirir. 4-1 final mərhələsinin oyunları elə cütlüklər düşdü ki, heç nə demək olmur. Konkret olaraq heç nə demək olmur. Bəlkə indi belə xalq sevgisi, bütün dünyanın sevimlisi olan Messiyə görə kimsə düşünər ki, Argentina İsveçrə qarşısında favoritdir, amma çətin məsələdir. Mən düşünmürəm bu dünya çempionatında bütün o şeylər qırıldı, o proqnozlar alt-üst oldu. Hətta ən axırıncı variant belə saxlamışlar ki, dünyanın ən güclü 4 ölkəsini yarı finala aparacaqlar. Futbol həm bu marketinq baxımından. Ümumiyyətlə əvvələn 4-1 final 8. Portuqaliya qrupda birinci yer tutub bu bir sertifikat çıxmalı idi və 8 ən güclü tam 4 dövrə çıxmalı idi favoritlər. 4 ən güclü belə bir şey var ki, mediası və futbolçuları məşhur olan Fransa yarı finalda Fransa Portuqaliya gözləyirlər, Argentina İngiltərə gözləyirlər ki, dünya ən yaxşıları belədir, bu yerdədir. Mini bir belə deyək də 4-4-2 şey necə deyək bu 4-lük var. 4-lər finalı. 4-lər finalı, bəli. Ola bilərdi düşünürlər, o da alınmadı. Prinsipcə yenə belə mini bir 4-lər final ola bilər. İngiltərə, İspaniya, Fransa, İngiltərə, Argentina. Orada indi Portuqaliyanı İspaniya əvəzlədi. Açığı, yəni İspaniya o potensialda deyil. Düzdür, qol buraxmayıb. Mən əksinə fikirləşirəm. Mən Belçikanın favoriti hesab edirəm. Mən niyə İspaniyanı bu dünya çempionatı... Mən Braziliyanı hesab edirdim, amma Carlo Ancelotti görə hesab edirdim. Mənim fikrimcə gətirmədi Ancelotti. Braziliyanın bir yarım dəfə xətti çox bərbaddır. Braziliyada ümumiyyətlə, yəni elə Braziliya millisi olmur. Yarım dəfə xətti bərbaddır. Ümumiyyətlə, yəni bu... Yenə deyirəm, neçənci dəfə deyirəm, yəni Wolverhamptondan, nə bilim, Norwichdən, Watforddan, belə Zenitdən, belə futbol, belə Braziliya millisi olmur. Biz 2002-ci ildə Denilson var idi, Real Betis'də oynayırdı, onu gətirmişlər. Dağırdılar dünyayı ki, Denilson nə gəzir orada. Nə gəzir orada. 2006 heyəti var idi. Bu heyətdən bəlkə Alisson Becker xaricində heç kəs o heyətdən səhiyyə düşə bilməzdi. Bir də bəlkə Vinicius Rafinha dəvət alardı. 2006-da Dida'ydı da, yəni Dida deyil. Yəni Alissonla Dida arasında da bəlkə düşərdi Alisson deyirəm. Bəlkə də Vinicius'dan Rafinha dəvət alardılar milli komanda, o dəqiq deyil də. Çünki orada 2006-cı Adriano var idi, Ronaldo var idi və s. və ya. İndikilərdən heç kim düşməzdi. Mümkün deyil. Braziliya heyəti başqadır. Alisson düşərdi, Vinicius, onlar elə şey, Cavan oyunçu. Onlar da yığmaya dəvət alardılar, əsas çıxası deyildilər. Cavan oyunçu kimi saxlayardılar. Elə saxlayardılar. Bu heyət Braziliya haqqında həqiqətən. Yəni indi nəyə gəlin? Bunların içində İspaniyanı nə görürəm favorit? Fransa və İspaniya bu çempionatın yaxşı komandasıdır. Fransa ümumiyyətlə də bəlli məsələdir. Fransızlar həmişə turnirin əvvəlində necə forma yığılırlarsa, pik formada gəlirlər, Deşan Fransası. Və turnirin axırına kimi də eyni formada gedirlər. Ona görə komandalar mərhələ keçdikcə Fransaya qarşı hazırlaşmaq asan olur. Düzdür, bu Deşan Fransasının, standart Deşan Fransasının bir fərqi var. İndiyənə kimi nə qədər Mbappé önə çəkilsə də, bütün Deşanın komandalarında Fransasında mərkəzi figur Griezmann olub bu ilə ki. Yadına 2002 dünya finalda Griezmann'ı Scaloni bağladı, 72 dəqiqə Fransa meydanda yox idi. Griezmann'ı meydana çıxardandan sonra artıq Scaloni bir 10 dəqiqə vaxtı getdi ki, Griezmann Fransa qəzetlərini oynayım, o hepsi kitov vurdular, əlavə vaxtı getdi. Nəysə, əlavə vaxtı da onun yolunu tapdı yenə Griezmann Fransanı dayandırmağa. İndi nə gəlir, bu komanda daha çox komanda oyundur. Hər nə qədər Mbappé önə çəkilsə də, bunun Dembelesi var, Olisesi var və s. Amma ehtiyatlı olan şey elə bir heyət var ki, bu heyətdən müqayisə olunası heyət yoxdur. Yəni İngiltərə yığmaz belə bununla müqayisə olunası. Portuqaliyanın onun kimi. Amma bunlar pik formaya
çempionatın əvvəlindən yığılırlar deyə Mərakeş kimi, İspaniya kimi komandalar artıq onların qarşınıza oynayacağını bilirlər. İspanlar isə diqqət elə İspan məşqçilərini çağırır komandalar. Olsun Pep Guardiola'nın City'si, Mikel Arteta'nın Arsenalı, Luis Enrique'nin PSG-si və yaxud Real Madrid və Barcelona mövsümün sonlarına yaxın formaya Onların çatırlar. oynadığı kimi məncə maraqlı futbol oynamır. Ya o maraqlı futbola görə demirəm. Yəni İspanlar turnirlərə də 2008, 2010, 2012-də də son Avropa çempionatında da turnirin gedişatında pik formaya satıblar. Ona görə mən düşünürəm ki 4-də 1-də Belçikanı keçsə böyük ehtimal keçəcək mənim fikrimcə. Mənə görə ən bəlli cütlükdür. Keçsə bu turnirin əsas favoriti İspaniyadır. Yox, mən elə düşünmürəm. Fransanı sırf məğlub eləməyin yolu elə Paragvay kimi iyrənc futbol oynamaqdır. Bu komandaların 7 komandanın heç biri normal futbol oynasa, açıq futbol oynasa, yəni futbol oynasa, Fransanın bacarası deyilsə, Fransanı məğlub edə bilməz. Heç biri, yəni o gücdə deyillər. Yəni İspaniya istisna edirəm. Orada fərqli, amma digərləri razıyam səndən. Mümkün deyil bu Fransaya qarşı oynamaq. Belə ki, Biz hələmdən yarımdafa xəttlər çox hərəkətlidir. Çox dinamikdirlər. O üzüm üstüsünün bütün o boşluqlarını, müdafiə boşluqlarını çox rahat qapadırlar onlar. Ona görə. belə ki, bizə ayrılan vaxt başa çatdı. Çox sağ ol ki, yenidən gəldin. Ümid edirəm ki, bu yarı finala gedən bir müddətdə yenə də vaxt olacaq, sən gələcəksən, müzakirə edəcəyik. İnşallah. Belə işte, biz 1-2 gün fasilə edəcəyik. Ayın 11-i yenidən qayıdacağıq. Çünki fasilə müddətidir. 4-də 1 final oyunlarından başlayan kimi biz də qayıdacağıq. O müddətə kimi sağ olun, salamat qalın, gələn görüşlərdə. Sağ olun, təşəkkür edirəm.